Kimidir Heydər Əliyev? Bu sualı cavablandırmaq üçün onun həyatına yox, taleyinə baxmaq lazımdır. Çünki Heydər Əliyev taleyini özü yazan lideridir. Zəhmətkeş ailədə 1923-cü ildə Naxçıvanda doğulan Əliyev nə vaxtsa SSR adlı nəhəng imperiyanın ən yüksək tribunalarına qədər yüksələcəyini bəlkə də özü də təsəvvür etmirdi. Amma bir istedad hər zaman yol tapır. O istedad dövlətçilik istedadıdırsa, yol daha da genişlənir. Vaxtilə getdim Moskvaya, işlədim orada. Böyük hadisə idi ki, Azərbaycan xalqının tarixində, çox əsrlik tarixində Azərbaycan xalqının nümayəndəsi, Azərbaycanlı gedib Sovetlər İttifaqı kimi, Rusiya kimi dünyanın böyük bir dövlətinin ən yüksək zirvəsində oturdu. O, Azərbaycan xalqının, bütün xalq üçün böyük bir tarix hadisə idi. Müsəlman, bütün dünya müsəlmanları üçün də böyük bir, bütün dünya türkləri üçün də böyük hadisə idi. Gənclik illərində Heydər Əliyevin ən böyük silahı nizam-intizam idi. Tarix, siyasət, dillər, analitik düşüncə hamısı elə bir gün lazım olacaqdı. O gün gəldi. Onun rəhbərliyi ilə Azərbaycan SSR yalnız inkişaf etmirdi. O, dərindən nəfəs alırdı. Sənaye, mədəniyyət, təhsil, ali məktəblər, Bakı Neft Məktəbinin dünya səviyyəsinə çıxması. Bu dövr tarix kitablarında təsadüfən Azərbaycanın yüksəliş illəri adlanır. ...1982-ci ildə Heydər Əliyev Kremldə də yüksəldi. SSR Nazirlər Soveti sədrinin birinci müavini oldu. Bu, Sovet iyerarxiyasında ən yüksək pillələrdən biri idi. 15 respublikanın rəhbərləri onun sözünə xüsusi diqqət edirdi. Xarici ölkələrdə ona hörmətlə çətin məsələləri həll edən adam deyirdilər. Amma 1987-ci ildə Kreml siyasətinin daxili intriqaları onu istifaya məcbur etdi. O isə prinsipindən dönmədi, susmadı, əyilmədi. Bu, onun xarakterinin ən sərt konturudur. Я узнал об этом вчера утром и, естественно, оставаться равнодушным этому событию не смог. Vətənə qayıtdığında isə Azərbaycan ən ağır günlərini yaşadı. Bəziləri onun Bakıya dönüşünü qəbul etmədi. O isə yenidən Naxçıvana qayıtdı. Bu dönüş geri addım deyildi. Əksinə, yeni mərhələnin başlanğıcı idi. Naxçıvanda dövlətçiliyin közərən ocağını söndürməyə qoymadı. Üç rəngli bayrağı qaldırdı. Dili qorudu, siyasi xəttin istiqamətini düzəltdi. 1993-cü ildə Azərbaycan məhz uçurumun kənarındaydı. Ölkənin vəziyyəti tibbi dillə desək artıq klinik ölüm mərhələsində idi. Siyasi sistem qanqrena kimi bütün bədəni bölmüşdü. Və nəhayət 1993-cü ilin 3 oktyabrı. Əslində həmin gün sadəcə seçki yox, Azərbaycan üçün reanimasiyadan çıxış günü idi. Xalq Heydər Əliyevi seçməklə ölkəni yaşatmaq mümkündür qərarını verdi. Onun hakimiyyətə qayıdışı dövlətin yenidən qurulması demək idi. Azərbaycan xalqına bir daha dərin minnətdarlığımı, hörmətimi, məhəbbətimi bildirirəm və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər Azərbaycan xalqına sədaqətli xidmət edəcəyəm və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına həsr edəcəyəm. O, sabitlik yaratdı, ordu qurdu. Əsrin müqaviləsi ilə Azərbaycanın enerji xəritəsini dəyişdi. Təhsilin, mədəniyyətin, elmin təməlini möhkəmləndirdi. Xarici dövlət rəhbərləri onunla hesablaşırdı. Çünki o, təkcə siyasətçi deyildi. Analitik idi, strategidir, böyük dövlət adamı idi. Müstəqil Azərbaycanın memarı idi. Onun diplomat zəkası, yüksək davranış mədəniyyəti, qətiyyət və cəsarəti ən böyük dövlətlərin rəhbərlərini belə heyran edirdi. Qarşısında xüsusi reverans edirdilər. İndi bu sualın cavabı gün kimi aydındır. Kimidir Heydər Əliyev? Naxçıvanda doğulub, dünyanın iki gücündən biri olan, SSR kimi nəhəng dövlətin zirvələrini fəth edən ilk müsəlman, ilk Azərbaycanlı. Siyasi fırtınaların içində dövlətini qoruyan lider.
xaosdan nizam yaradan strateg. Müstəqilliyi yalnız kağız üzərində yox, real həyatda möhkəmləndirən memar. Azərbaycanın taleyini dəyişən adam, ümumilli lider. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Kamil Eldaroğlu, ASTV xəbər.